Deyir, ayağımın altında gecələr yatanda yanma var, göynəmə var. Sanki ayağımın altı alışır, yanır. Nə ilə bağlı ola bilər bu? Bu bir neçə səbəblə ola bilər Samir bəy. Ən çox şəkər xəstələrində olur. Şəkər xəstəliyi yoxdursa, onda həmin nahiyə gedən sinirin nervasiyası pozulur, sinirin. Və yaxud da ki, bəzən görürsən ki, damar təchizatında pozğunluq yaranır. Və bilirsin, nə edirəm ki, buz kimi olur, ayağım deyir. Yayda deyir, ayağım üşüyür. Corabı çıxarda bilmirəm. Bir də müəyyən hallarda element çatışmamazlığına da əlaqədar ola bilər. Çox təəssüf olsun ki, bizdə bu element çatışmamazlığına çox diqqət yetirmirik. Bu son vaxtlarda təbii ki, vitamin D məsələsi çox öndədir və gündəmdədir. İndiyənə qədər heç kim axtarmırdı ki, vitamin D necədir, çoxdur, azdır. Orada da bir şey deyim. Orada da yazır normadakı vitamin D norması 30'dan başlayır. Xəbər verirəm ki, sizə məlumat verirəm ki, siz 30'da norma deyil. Sizdə onu 90'a qaldıranda sizdə o normal bir vəziyyət yaranır. Mütləq vitamin D'yi qanda 90'a qaldırmaq lazım. Bunu təbii sularla qaldırmaq? Yox, təbii sularla yox. Orada təbii sularla gec qalxır. Təbii sularla əsas günəş enerjisidir. İndi orada variantlar çoxdur. Orada da mütləq həkimlə məsləhətləşmək lazımdır. Bir böyük biznes də orada yaranır. Vitamin D çoxu qaldırmır. İndi efirdən demək düzgün deyildi. Mən adını demirəm, hansı formada. Özünüzə zəng vursunlar, özünüz daha ətraflı